Paşinyan bu ərazilərin Azərbaycana qaytarılması ilə bağlı əmr verdi. Nikol Paşinyan, bəli, artıq Tiqranyeşinin Kərkiv kəndinin adına qaytarılması barədə əmr verib. Təbii ki, istinad edirəm Yeni Sabaha. Xəbər verir ki, bu barədə Henaket Analitik Mərkəzinin eksperti Şiraz Xaçaturyan yazıb. O, bundan sonra əski paranın geri qaytarılması istisna edilmədiyini vurğulayıb. Bəli, qeyd edim ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Kərkinin Ermənistana aid olmadığını bildirmişdi. Bəli, vaxt ikən bildirmişdi. İndi səmimi etiraf etdi ki, yox, məhz bu Kərkidə Azərbaycan torpağıdır və geri qaytardı. Bəzən mən deyirəm, doğrudan da bu kişi əsl kişi adamdır. Düzdür, yalanları olub, bəzən unudub, dediklərini unudub, amma bugün o reallığı qəbul edir və bu addımı atırsa, yenə də deyir ki, sağ olsun Paşinyan, sağ olsun.